İlqamət Hadiyev üçün uşaqlıq illərindən evində eşitdiyi ilmə səsləri və gördüyü xalça naxışları yaddaşında milli köklərin ilk izlərinə çevrilib. Uşaq yaşlarından formalaşan bu müşahidələr isə zamanla sənətə dönüşərək onu miniatür xalçalığa yönəldib. İri həcmli xalçalardan fərqli olaraq miniatür xalçaların hər detalında mümkün qədər çox ilmə yaradılaraq naxışların daha canlı görünməsi təmin olunur. Bu xüsusiyyət miniatür xalçaları həm dekorativ sənət nümunəsi, həm də tarixi və bədii dəyərlərə malik bir eksponata çevirir. İlmələr sıx olduğundan burada ərişləri seçmək mümkün deyil. Fiziki cəhətdən 2-3 ildən artıq gündə xalça toxumaq olmur. Həm fiziki cəhətdən göz yorulur, təzyiq qalxır, yəni 3-4 saat ardıcıl eyni bir nöqtəyə baxmaq böyük fiziki yorğunluq deməkdir. Orta hesabla bir xalçanın hazırlanmasına 1 aydan çox vaxt sərf olunur. Deyirəm də, ən uzun müddətli xalçam Heydər Əliyev və İlham Əliyevin portreti olan xalçalardır. 4 ay yarımdan artıq vaxt sərf eləmişəm bunlara. Sənətkarın yaradıcılığında Qarabağ xalça motivləri və şərq simvolikası xüsusi əhəmiyyət daşıyır. Bu isə onun klassik xalça məktəblərinə əsaslanan və yaradıcı əlavələrlə zənginləşən sənət yanaşmasını göstərir. Miniatür xalça kolleksiyamda ən möhtəşəm əlişlərindən biri Qarabağ xalçasıdır. Qarabağ xalçasının rəhmətli məşhur xalça ustamız Lətif Kərimovun kataloqundan götürmüşəm. Düzdür, biraz cüzi dəyişikliklər olub. Mən elə hesab edirəm ki, elədiyim dəyişikliklər Qarabağ xalçasının ümumi mahiyyətinə xələl gətirməyib. Zaman karvanın xalçasında bir sırada 4 dəvə əks olunub. Yəni bir karvan deyəndə dəvə ilə assosiasiya olunduğu üçün burada zaman karvanı, yəni ömür karvanı deməkdir. Bir sırada 4 dəvə əks elətdirmişəm. Hər dəvənin rəngi ilin fəsillərinin rənginə uyğundur. Yaz, yay, payız, qış. Şanlı qələbənin yaratdığı milli ruh və qürur hissi bir çox sənətçi kimi İlqamət Hadiyevin də yaradıcılığına öz təsirini göstərib. Bu ilham onun əsərlərində Vətən müharibəsinin simvolik məna qatları ilə bədii şəkildə ifadə olunub. Kolleksiyamda ən kiçik, ən sıx, ən yüngül və ən nazik xalça dəmir yumruq xalçasıdır. Dəmir yumruq xalçasını xalqımızın, şanlı ordumuzun 2020-ci ildə qazandığı 44 günlük qələbədən ruhlanaraq qələbəmizə həsr eləmişəm. Burada xalçada 44 xarı bülbül toxumuşam. 44 xarı bülbül də 44 günlük Vətən müharibəsinin simvolu deməkdir. Ümumilikdə İlqamət Hadiyev yaradıcılığı Azərbaycan xalçaçılıq ənənələrini miniatür ölçüdə yaşadan, milli ornamentləri, simvolik məna qatlarını və yüksək texniki ustalığı birləşdirən müasir sənət nümunələri ilə səciyyələnir. Arzu Yusif, Fəzail Kəmalov, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.